Herkese salam. Fizikada rolu olan alimlərin hekayələrini paylaşmaqda davam edirəm. Hər şey səssiz bir laboratoriyada başladı. Maria və Pierre Curie həyatlarını elmə həsr edən iki alim görünməyən enerjinin sirrini araşdırırdılar. Onlar radium və polonium adlı maddələrlə işləyir, bu maddələrin parlaq, işıq saçan xüsusiyyətlərini öyrənirdilər. O dövrdə heç kim bilmirdi ki, bu maddələr ölümcül radiasiya yayır. Radioaktivlik anlayışı ilk dəfə Andre Becquerel tərəfindən 1896-cı ildə uran duzlarının öz-özünə görünməz şüalar yayması ilə kəşf olundu. Curie cütlüyü isə bu sahəni daha da dərindən araşdıraraq elmin gedişatını dəyişdirdi. Onlar uğurlar qazandılar, Nobel mükafatı, elmi şöhrət. Amma bu uğurların arxasında görünməyən bir təhlükə var idi. Uzun müddət qorunmadan radioaktiv maddələrlə işləmək onların sağlamlığını sarsıtdı. Barmaqlarında yaralar, bədənlərində zəifliklər ortaya çıxdı. Onlar isə dayanmadılar. Təkcə təcrübə aparmırdılar, hər şeyi dəqiqliklə sənədləşdirirdilər. Hər müşahidə, hər reaksiya, hər ölçü dəftərlərində qeyd olunurdu. Onların bu yazıları gələcək nəsillər üçün xəzinə sayılır. Lakin bu dəftərlər adi bir dəftər kimi görünmələrinə baxmayaraq, bu gün də təhlükəlidir. Çünki səhifələrə oxumuş radiasiya 100 ildən çox keçməsinə baxmayaraq hələ də aktivdir. Fransada, Parisdə bu dəftərlər xüsusi qurğularda, qurğuşun örtüklü qutularda saxlanılır. Onlara toxunmaq üçün xüsusi qoruyucu geyim tələb olunur. Bu yazılar elə bil ki, həm bilik daşıyır, həm də ölümlə imzalanıb. 1906-cı ildə Pierre Curie qəfil bir qəza nəticəsində dünyasını dəyişdi. Maria isə yoluna tək davam etdi. Radiasiyanı tibbdə tətbiq etdi, insanlığa xidmət etməyə çalışdı. O, radioaktivliyin təkcə təhlükə deyil, həm də həyat qurtaran bir güc olduğunu sübut etdi. Radium onun səyləri nəticəsində xərçəngin müalicəsində istifadə olunmağa başladı. Onun bu sahəyə verdiyi töhfə milyonlarla insanın həyatını xilas etdi. Birinci Dünya müharibəsində Maria Curie portativ rentgen cihazları düzəltdi və özü cəbhəyə gedərək yararlı əsgərlərin düzgün diaqnoz almasına yardım etdi. Bu cihazlar kiçik Curie adlanırdı. 1934-cü ildə Maria Curie də vəfat etdi. Səbəb radiasiyanın bədənində yaratdığı xəstəlik idi. Onlar elmin işığını dünyaya gətirdilər, amma bu işığın qaranlıq bir tərəfi də vardı. Bu, görünməyən təhlükənin susaraq yaxınlaşan ölümün hekayəsidir.